Dostlar, hər vaxtınız xeyirli uğurlu olsun. Deməli, Güvən nəşrlərinin riyaziyyat testidir, 6-cı sinif. Bu testi bütün şagirdlərimiz demək olar ki, alıblar, işləyirlər və sərbəst olaraq, məsələn, müəyyən şagirdlərimiz var ki, onlara daha əl çatan olsun deyə izahı hazırlayırıq. Bütün sualların izahını verirəm. Deməli, natural ədədin qüvvəti test A. Mütləq testi işləyərkən bu başlığı düzgün yoxlamaq lazımdır. Natural ədədin qüvvəti test A. 3/5 qüvvətini hesablamaq üçün uyğun variantı seçin. Baxın, bu üzərində verilən 5 bizə nəyi bildirir? Vurğuların sayını bildirir. Baxın, üzərində verilən 5 qiyməti, bu 5 vurğuların sayını bildirir. Deməli, 1, 2, 3, 4, 5 dənə 3'ü bir-birinə vurmaq lazımdır. Sonra deyir ki, bu ifadəni qüvvət şəklində göstərin. Deməli, sayı 4 dənədirsə, onda mən vurğun 1'ni yazıram və üstündə də 4'ü sayını göstərirəm. 2/6 ifadəsinin qiymətini tapın. 2 vur, 2 vur, 2 vur, 2 vur, 2 vur, 2. Bunu da hesablamaq üçün bizim əksəriyyət şagirdlərimiz bilir 2'nin 10'a qədər qüvvətini bu həm də informatikada işləyirlər deyə say sistemlərində biri digərindən keçidi. Yəni uşaqlar demək olar ki, bilirlər. Baxın, bir-birinə vura-vura gedirik, sadəcə sadə bir prosesdir. Cavab olur 64. 10/9 ədədi neçə rəqəmlidir? Deməli, mən onun arxasında baxın 9 dənə 0 yazmalıyam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Onda neçə rəqəmli ədəd olur? 10 rəqəmli ədəd. 9 dənə 0 10 rəqəmli olur. Deməli, cavab C variantıdır. Başlanğıcda üzrüsəm, biraz yanlış dedim. Onun arxasında yox. Yəni, birin arxasında 9 dənə 0 olmalıdır. Aha. Deməli, bizə deyildi. Все. 5-ci suala baxırıq. 10'un kvadratı çıx 5'in kvadratı. Bu 5-ci sualımızdır. 10'un kvadratını hesablayıram. 10 vuraq 10. Çıxaq 5'in kvadratı 5 vuraq 5. 10'un kvadratı eləyir 100. Çıxaq 5'in kvadratı da 25. 100'dən də 25 çıxanda eləyir 75. Cavab olur A variantı. 6-cı sual 5/3 çıxaq 4/3. 5'i 3 dəfə öz-özünə vurursan, əgər kənarda da istəsən bunu hesablayıb yaza bilərsiniz. Aha. 5'i 3 dəfə öz-özünə vuranda 125 edir. 5 dəfə 5 25, 25 də 5'ə 125. Çıxaq 4'ü də 3 dəfə vuranda 64 eləyir. Cavab olur 61. Çıxmanın cavabı. 7-ci sual. 7-ci sualı yazmaq üçün 3'ün kubu vuraq 4'ün kvadratı bölək 2/3 çıxaq 40. Deyir, bu ifadənin qiymətini tap. Uşaqlar, əvvəlcə mötərizənin içi yerinə yetirilməlidir. Bir də qüvvətə yüksəltmələr yerinə yetirilməlidir. Baxın, bu 3'ün kubu neçə eləyir? Bunun yerinə mən 27 yazıram. 27. Bu 4'ün kvadratının yerinə 4'ü 2 dəfə öz-özünə vuranda 16 eləyir. Mötərizədə 16 bölək 2'nin də kubu. Bu 2'nin kubu 8 eləyir. Bunu da yerinə 8 yazıram. Çıxaq 40 bərabərdir. İndi yenə əvvəlcə mötərizə 27, mötərizədə 16'nı 8'ə böləndə 2. Çıxaq 40. Burada vurma var da, yəni sadəcə yazılmır, bilirsiniz. Bərabər. 27'ni 2'yə vurduq, 54. Bundan da çıxanda 40'ı nə qalır? 14. Biz pillə əməllərini bilirik, yəni qeyd eləmişik. 3 pillə əməli var. Birinci, ikinci, üçüncü pillə əməli. Birinci pillə toplama, çıxma. İkinci pillə vurma, bölmə. Üçüncü qüvvətə yüksəltmə və kök almadır. Kök almanı 8-ci sinifdə inşallah keçəcəyik. Qüvvətə yüksəltmə. Əgər misalda
varsa, əvvəlcə 3-cü pillə, sonra 2, sonra 1-ci pillə yerinə yetirilir. Deyir, aşağıdakılardan hansı bir ədədin kvadratına və başqa bir ədədin də kubuna bərabərdir? Uşaqlar, 16 kvadratdır. 4'ün kvadratdır, amma kub deyil. 36 da kvadratdır, 6'nın kvadratı. 81 də kvadratdır, 9'un kvadratı. 64, baxın, həm 8'in kvadratıdır, həm də 4'ün kubudur. Bunu belə deyək, ala bilmək üçün biz daha yaxşı olar ki, hər misalı hər ədədi vurğulara ayıraq. Baxın, 16 4 dənə 2 deməkdir. Sadə vurğulara ayırsaz görərsiniz. Bundan kvadrat yaratmaq olar. Bax, 2 1 2 1 götürsək kvadrat yaranacaq. Amma kub yoxdur. Kub yoxdur burada. 3 dənə biri artıq qalır. 36'nı biz vurğulara ayırsaq 36. 2 vur 2, 3 vur 3. Bir dənə 2 ilə 3'dən 6 düzəldərəm. Bir dənə də buradan 6 düzəldərəm və 6'nın kvadratı eləyərik. 64'ə baxın, 64'ə. 2, 2, 2, 2, 2. Bir dənə də 2. Buradan biz 2, 1, 2, 1, 4, 4, 4. 4'ün kubu yarada bilərik. Və yaxud da bu 3 dənə 2'ni 1, bu 3 dənə 2'ni də 1, 8 vur 8, 8'in kvadratı yarada bilərik. Yəni, əgər ədədləri tanımaqda çətinlik çəkirsinizsə, belə bir vurğulara ayırma üsulundan istifadə eləyə bilərsiniz. 9-cu sual. 9, 2 üstü 5, çıx 3 üstü 3, üstə gəl 5'in kvadratı. Deyir, ifadəsinin qiymətini tap. Bunun qiymətini tapmaq üçün nə edirik? Əvvəlcə qüvvətləri hesablamalıyıq. 2 üstü 5'i hesablayırsınız kənarda 32 eləyir. 3 üstü 3'ü hesablayırsınız 27 eləyir. Və üstə gələk 5'in kvadratı da 25 eləyir. Bərabərdir. 32'dən 27 çıxıram 5, üstünə də gəlirəm 25'i. Cavab olur 30. 10-cu sual deyir, 2 üstü 4 vuraq 5 üstü 3'ün qiymətini tap. 2 üstü 4'ü hesablayırsınız. Deməli 4 dəfə öz-özünə vurursan 2'ni. 2 üstü 4, 2, 2, 2, 2. Bunları vurduq 16 eləyir. Aydındır mı? Deməli 16 vuraq 5 üstü 3 də 125 eləyir. Uşaqlar, bunu vurmağın asan yolu nədir? 16'nı yazaram, 2 vur 8, vur 125. 8 dəfə 125 min eləyir. Bunu da 2'yə vuranda 2000 eləyir. Yəni vurmağın asan yollarını mən uşaqlara izah etmişəm. İstər məktəb dərslərində, istərsə də hazırlıq dərslərində izah etmişəm. Keçdik B variantına. 4 üstü 6'nın qüvvətini hesablamaq üçün uyğun variant. Yəni 4'ü 6 dəfə öz-özünə vurmaq. Baxın, 1, 2, 3, 4, 5, 6 dəfə. Cavab B variantı. İkinci sualda nə deyir? B variantı. İkinci sualda 6'nın kubu çıxaq 5'in kubu. 6'nın kubu 216 eləyir. Yəni 6'nı 3 dəfə öz-özünə vursaz siz 216 alarsınız. Bundan da çıxırıq 125'i. 5'in kubu 5 vur 5 vur 5 deməkdir. Aydındır mı? Aha. Düz mü yazdıq? Hə, düz yazırıq. Ha, 125. Bunları da çıxırsan, deməli neçə qalır burada? 91. İkinci sual getdi. Üçüncü suala baxın. 11 üstü A kiçikdir 11 üstü 4. A kiçikdir 11 üstü 4'dən. Deməli burada A kimlər ola bilər? A 3 ola bilər, 2 ola bilər, 1 ola bilər. Deyir ki, ala biləcək ən böyük natural ədəd neçədir? Ən böyük sözünə diqqət yetiririk. Ən böyük 3'dür cavab. B variantı. İndi 4-cü sualda müqayisə verir. 2 üstü 5, 6 üstü 2, 3 üstü 3. Bunlar müqayisə edin deyir. Mən bilməliyəm ki 2 üstü 5 32.
Yəni hesablaya da bilərsiniz. 6 üstü 2 36. 6-ın 2 dəfə öz-özünə vurun. 3-ün kubu da 27 eləyir. Bunlar da müqayisə eləyərkən mən bilirəm ki, burada ən kiçik 27-dir. Deməli, ən kiçik 3-ün kubudur. Sonra 2 üstü 5-dir, 32. Sonra da 6 üstü 2-dir. Cavab olur, deməli, D variantı. Aha. 5-ci sual, 5-ci sual. 10 üstü 12 ədədinin neçə rəqəmlidir? Deməli, 1-i yazacağım. 12 dənə də sıfırım var mənim burada. Bax, 12 dənə burada sıfır var. Bir dənə də 1 var. Neçə rəqəmli olur? 13 rəqəmli. Aha. Deyir ki, ifadəsi hansı ədədin kvadratıdır? Uşaqlar, 3 dəfə 4 neçəyir? 12. 3 dəfə 4 neçəyir? 12. Bu deməli 12 vuraq 12 deməkdir. Bu 6-cı sual. Hə, bu da 12-nin kvadratı deməkdir. Deyir, hansı ədədin kvadratıdır? Cavab olur 12-nin. 7-ci sual. 12 üstü 2 vur 2 üstü 2. 12'nin kvadratı 144 eləyir. 2'nin de kvadratı 4 eləyir. Bunlar da bir-birinə vuranda 576 eləyəcək. Cavab D variantıdır. Alt-alta vura bilərsiniz. Aha, 8-ci suala baxırıq. 2 üstü 5 üstə gələk 96 bölək 4'ün kvadratı çıx 3'ün kubu. Uşaqlar, əvvəlcə qüvvətləri hesablayıb yerinə yazıram. 2 üstü 5 32'dir. 96 qalır. 96 qalır. 4'ün kvadratı 16 eləyir. 3'ün kubu da 27 eləyir. İndi misalda toplama, çıxma, bölmə varsa əvvəlcə bölmə. 96'ını 16'ya böləndə 6 düşür. Yazıram 32 üstə gələk 6 çıxaq 27 bərabərdir. 32 üstü 6 38, ondan da 27 çıxanda cavab 11 qalır. Sonra keçdik 9-cu suala. 4'də 3 vur 8'in kvadratı. 8'in kvadratını mən birbaşa hesablayıram, 64 yazıram. 6'nın kvadratını da hesablayıram, 36 yazıram. İndi əvvəlcə vurma yerinə yetirilir. 4 ilə 64 ixtisar gedir, burada 16 qalır. Onda bərabərdir. 3 vuraq 16, çıxaq 36. Və bunun da kvadratı. 3 dəfə 16, 48, çıx 36 kvadratı. 48'den 36 çıxırsan 12, kvadratı 144 eləyir. Cavab. Kimsə hansısa sualı başa düşməsə, uşaqlar, dayandırsın, təkrar həmin hissəni baxsın, zəhmət olmasa. Əgər yenə başa düşməsə, məktəbdə, hazırlıqda məndən soruşa bilər. 10-cu sual, yenə əvvəlcə qüvvətləri hesablayacaq, amma burada bu bölməni də hesablaya bilərik yerindəcə. Bildiniz? Bu 12 tam 10'da 8'i 1 10'da 6'ya bölməyi neyləyə bilərik? Bunun müxtəlif yolları var. Yəni birbaşa budaqlı bölmə ilə də eləyə bilərsiniz. Amma budaqlı bölmə ilə eləməmişdən öncə burada vergüllərdən azad olunmaq lazımdır. Bunun üçün hər birini 10'a vururam və heç nə dəyişmir. Bunu niyə 10'a vururam? Çünki kəsirin əsas xassəsinə görə. 12 tam 10'da 8'i mən 1 tam 10'da 6 kimi bunu kəsir kimi yaza bilərəm. Və kəsirin əsas xassəsinə görə kəsirin sürət və məxrəcini eyni bir natural ədədə vura və ya bölə bilərik. Yəni mən bunun hər ikisini 10'a vursam bu 128 olur, bu da 16 olur. Və 128 16'ya böləndə 8. Deməli, bu hissənin cavabını mən 8 aldım. 8 vuraq mötərizədə. 13'ün kvadratı 169 eləyir. Çıxaq 12'nin kvadratı 144 eləyir. Və kvadratı. 8 vurulsun.
169'dan 144 çıxanda 620 bağışlayın 25 qalır. 25. Bunun da kvadratı. Kvadrat nə deməkdir? 2 dəfə vurmaq deməkdir. Yəni mən 25'in kvadratını burada hesablayıb yazmayacağım. Gör necə eləyirəm. 8'i vururam 25'e. Bir dəfə də vururam 25'e. Niyə? Vurmam asan olsun deyə. 8 dəfə 25 200 eləyir. Bunu da 25'e vuranda 2 dəfə 25 50. Arkasında da bax bu 2 sıfırı. Cavab olur 5000. Bax belə. Yəni çalışıb həmişə asan yollardan istifadə etmək lazımdır uşaqlar. Keçdik növbəti sadə və mürəkkəb ədədlər test A-ya. Aha. İndi bunu izah edirik. Aşağıdakılardan hansı sadə ədəddir? 1. Nə sadə deyil, nə mürəkkəb. 9 mürəkkəbdir, 21 mürəkkəbdir. Aşağıdakılardan hansı sadə ədəd deyil? İkinci sual. Deyil 27'dir. Çünki 3'e bölünür, 9'a bölünür, 1'e bölünür, 27'ye bölünür. Üçüncü, aşağıdakılardan hansı doğrudur? Cüt sadə ədəd yoxdur. Niyə yoxdur ki? 2. Ən kiçik cüt sadə ədəd 2'dir. Ümumiyyətlə cüt ədədlərdən bizə dənə sadə olan var, o da 2'dir. Bütün sadə ədədlər təkdir. Bu səhvdir. Cütdə var 2. Tək ədədlərin müəyyən hissəsi sadə ədəd deyil. Niyə deyil? Tək ədədlərin bir qismi sadə ədəddir, bir qismi mürəkkəb ədəddir. Aha. Bir sadə ədəddir. Bir sadə ədəddir, bu səhvdir. Bu da səhv idi. C-yə qayıdaq. Tək ədədlərin müəyyən hissəsi sadə ədəd deyil. Bu doğrudur. Müəyyən hissəsi sadədir, müəyyən hissəsi sadə deyil. Burada həqiqət var. Müəyyən hissəsi dediyinə görə. Cavab olur C variantı. 10 ilə 25 arasında neçə sadə ədəd var? Ondan sonra uşaqlar, deməli 4-cü sualdır bu. Ondan sonra nə var? Bir dəqiqə. Aha. Ondan sonra 11 var, 13 var, 14 cütləri saymaq olmaz sadələrə. Sonra 15 mürəkkəbdir, 17 sadədir, 19 bir də sadədir. Sonra 21 mürəkkəbdir, 23 sadədir, 25'in özdəki mürəkkəbdir və çatdıq. Neçə dənədir? 2, 4, 5 dənə. Cavab olur 5 ədəd. Aşağıdakılardan hansı doğrudur? Doğrudur. 2 sadə ədədin hasili sadə ədəd ola bilməz. Bu doğrudur. Niyə? Məsələn 2 dənə sadə ədəd götür, 2 və 3. Bunların hasili sadə ola bilərmi? Xeyr, artıq mürəkkəbdir. 2 sadə ədədin cəmi sadə ədəd ola bilməz. Bu səhvdir. Məsələn 2 ilə 3. Bunlar sadədir, amma cəmi də sadədir. Yəni ola da bilər, olmaya da bilər. Bu səhvdir. Doğru cavab A variantıdır. Digərlərini sadəcə müzakirə eləmək üçün oxuyuram. 2 mürəkkəb ədədin cəmi sadə ədəd ola bilməz. Əlbəttə düz deyir də. Məsələn 10'dur, biri də 16'dır. Bunları toplayanda 26 eləyir. 2 dənə mürəkkəbi toplayıramsa mən necə sadə ala bilərəm ki? Sadə ədədin bölənlərin sayı 2'dən azdır. Xeyr, az deyil. Sadə ədədin bölənlərin sayı 2 ədəddir. Bu da səhvdir. D. Aşağıdakı ədədlərdən hansı sadə ədəddir? Sadə olan uşaqlar 23'dür. Bax 27 3'ə bölünür, 9'a bölünür, 49 9'a bölünür, 51 3'ə bölünür, 17 düşür. Yəni ən azından bunları nəzərə almaq lazımdır. Deyir ədədlərin neçəsi sadə ədəddir? 55 5'ə bölünür, 11'ə bölünür, mürəkkəbdir. Sonra 61 deməli sadədir. 59 yadımdan çıxıb. Ya da belə eləyək, bax cütü ata bilərik. 72 var burada. Yəni gördüklərinizi atıb sonra müzakirə eləyə bilərsiniz. 75 5'ə bölünür, 3'ə bölünür, 25'ə bölünür və s. Aha. 59 sadədir, 61 sadədir, 79 sadədir, 83 sadədir, 93 mürəkkəbdir. Niyə 3'ə bölünür? Rəqəmlər cəmi 3'ə bölünür. Neçə dənə oldu? 4 dənə. 63'dən böyük ən kiçik sadə ədəd hansıdır? 63'dən böyük.
63'dən böyük 64 var, 65 var, 66 var, 67 var, 68 var, 69 var, 70 var və s. Düzdür? İndi mən bunlardan ən kiçik sadəni seçməliyəm. 64 mürəkkəbdir. 65 5-ə bölünür, mürəkkəbdir. 66 mürəkkəbdir. 67-dir cavab. Sonra 90-dan kiçik ən böyük sadə ədəd. 90-dan kiçik 89, 88, 87, 86, 85 və s. sayıram. Ən böyük deyirsə ən axırdan götürməliyəm. Düzdür? İndi baxaq görək 89 sadədir yoxsa mürəkkəb? Ən böyük sadə 89-un elə özü sadə ədəddir. Cavab olur 89. Bax 88 mürəkkəbdir. 87 8 üstə 7 15 3-ə bölünür. Bu mürəkkəbdir. 86 cütdür. Bu belə hamısı getdi. Ən böyüyü 89-dur. Ən böyük 2 rəqəmli sadə ədəd neçədir? Deməli ən böyük 2 rəqəmli ədəd 99-dur. Bu mürəkkəbdir. Sonra 98-dir. Bu cütdür, mürəkkəbdir. Sonra 97 gəlir. 9-un üstə 7 gəlirəm neçə? 16. Bu nə 3-ə bölünmür, nə 2-yə bölünmür, nə 5-ə bölünmür. Elə budur. 97-dir. Keçdik növbəti testdə. Deyir 180 ədədinin bölünmə sxemlərindən hansı səhvdir? 180 bölünüb 6 və 30-a. 6 dəfə 30 180 edir. Düzdür. 6 bölünüb 2 dəfə 3 6 eləyir. Düzdür. 5 dəfə 6 30 verir. Bunun yuxarıkini verir. Düzdür. 6 da 2 dəfə 3 6. Bu düzdür. Bu doğrudur. Sonra 3 dəfə 60 180. 3 dəfə 20 60. 4 dəfə 5 20. 2 dəfə 2 4. Bu da doğrudur. Mənə sadə vurğulara ayırma demədi. Sadəcə bölünmə dedi. Ona görə 5 dəfə 36 180, 3 dəfə 12 36, 3 dəfə 4 12. Özündən yuxarıkını verməlidir. 2 dəfə 2 4 verir bu da. Bu da doğrudur. 3 dəfə 6 180, 3 dəfə 20 60, 4 dəfə 5 20, 2 dəfə 2 4. Dayan görək. Biz nəyə diqqətdən qaçırtdıq? Bölünmə sxemi əslində elə mən düz fikirləşdim. Sadə ədəd olmalıdır hamısı. Burada baxın, bu 6-nı mənə görə səhv veribdi. Bax, bircə dəqiqə. Bölünmə sxemi deyir uşaqlar. Burada əslində sadə vurğulara ayrılma sxemi deməli idi. Yəni bax, bu bölünmə sxeminə görə burada 6 olmaz. Çünki 6 mürəkkəbdir. Belə. Burada variant cavab A-dır. Cavab oldu A variantı. Davam edirik. İkinci sual deyir. Sadə ədədin 40 ədədinin sadə vurğulara ayrılmış şəkli aşağıdakılardan hansıdır? Uşaqlar, 40-ın tərkibində nə 3 vurğu var, nə də 7 vurğu var. Ona görə bunların hər birini tullayırıq. 2 dəfə 2 4, 4 dəfə 2 8, 8 dəfə 5 40. Olur cavab A variantı. Üçüncü sual 20, 34, 90, 96 ədədlərinin sadə vurğulara ayrılması şəkli hansında yanlış verilmiştir? 20, 2, 2, 5 doğrudur. 90, 2, 3, 3, 5 doğrudur. 34, 2 vur 17 doğrudur. 96, 2, 2, 3, 8. Hansını da deyir, yanlış verilibdir. Hə, 8 burada olmaz uşaqlar. Burada mürəkkəbdir 8. Sadə vurğulara ayrılması deyir. Mən biraz tələsirəm, yəni çox vaxtınız getməsin deyə tələsi çəkirəm. Həm də dərs arası çəkirəm. Diqqətsizlik edirəm bir balaca. Cavab D variantı. Çünki burada sıralarda yalnız sadə ədədlər olmalıdır. Mürəkkəb ədəd ola bilməz. 8 mürəkkəbdir. 28 4-cü sualda 28 ədədinin müxtəlif sadə vurğuları aşağıdakılardan hansıdır? Deməli nə edirik? 28-i sadə vurğulara ayırırıq. 2 14 2 7 7 1.
Müxtəlif sadə vuruq deyirsə hərəsindən bir dənə, bir dənə 2, bir dənə də 7. Cavab B variantı. 60-ın ən böyük sadə vuruğu neçədir? 60-ı sadə vuruqlara ayırmaq lazımdır. Deməli 2-yə 30, 2-yə 15, 3-ə 5, 5-ə 1. Ən böyük neçə oldu? 5 oldu. 48-in müxtəlif sadə vuruqların hasilini tapın. 48. Müxtəlif sadə deyirsə 2, 2. 2-yə bölünəndə 24, 2-yə bölünəndə 12, 2-yə bölünəndə 6, 2-yə bölünəndə 3, 3-ə bölünəndə 1. Aha. Müxtəlif sadə deyirsə bir dənə 2 var, bir dənə də 3 var. Bunların da hasili 6 eləyir. 2 dəfə 3 6. Cədvəldə deyir hansı ədədin sadə vuruqları və onların sayı verilmişdir. Sadə vuruqlar deməli sadə vuruq 2-dir, sayı 3-dür. Deməli 2 üstü 3 vuraq. Sadə vuruq 3-dür, sayı 1-dir. 3 üstü 1 vuraq. Sadə vuruq 5-dir, 5-dir. Sayı 1-dir. 5 üstü 1. 2 üstü 3 8. 3, bu da 5. 120. Hesablayanda görürük ki 120 eləyir. 165 ədədinin neçə sadə böləni var? Uşaqlar, sadə bölən deyəndə yadda saxlayın. Sadə bölən müxtəlif sadə vuruqla eynidir. Müxtəlif sadə vuruqla eynidir. Onda mən 165-i sadə vuruqlara ayırıram. 3-ə bölünür, deməli 55 düşür. 5'e bölünür, 11 düşür. 11'e bölünür, 1 düşür. Aha. Neçə dənə müxtəlif sadə vuruğu var? 3, 5, 11. 3 ədəd. Sayı 3'dür. Müxtəlif sadə vuruğun. O da həmçinin sadə bölən deməkdir. Cavab olur C variantı. Bunu qaydalarda izah etmişik. 2/7'nin natural bölənlərinin sayı. Ədədin natural bölənlərinin sayını tapmaq üçün qüvvət bir vahidə artırılıb vurulur. Bax bu qüvvət var, bax bu 7. 7'nin üstə 1 gəlib, digəri yoxdur. Eləcə cavab 8 olur. Amma məsələn olsaydı ki 2/7 vuraq 3/2, nə edərdim? Bu 7'ni də bir vahidə artırardım, 2'ni də. 7 plus 1 vuraq 2 plus 1. Bax bu olardı. 8 vuraq 3, 24. Burada bu misalda 9-cu sualda sadəcə 2'nin üstü 7 bizə dənə olduğuna görə vuruq. Elə 7-nicə bir vahidə artırıb cavab yazıram. Aha, 10-cu sual. Natural bölənlərin sayını tap deyir. Öncə sadə vuruqlara ayırmalıyam. 2, 70, 2'yə 35, 5'ə 7, 7'yə 1. Düzdür? İndi nə edirik? Deməli 140 bərabərdir 2'nin üstü 2, 5 üstü 1, 7 üstü 1. Qüvvətləri bir vahidə artırıb, bax bu qüvvətlər var. Natural bölən sayı deyəndə qüvvətləri bir vahidə artırıb vururuq. Aha. 3 vur 2 vur 2 bərabərdir 12 eləyir cavab. Doğru cavab 12 C variantı. Keçdik növbəti testə. Test B. Birinci sual 120 ədədinin bölünmə sxemlərindən hansı səhvdir? Baxın 122 dənə mürəkkəb ədədə ayrılıbdır. Burada sadə ədəd verməli idi. Ona görə bu düzgün deyil. Elə doğru cavab A variantıdır. Burada görürsünüz hamısı bir tərəf sadə gedir. Digər tərəf sadə də ola bilər, mürəkkəb də ola bilər. Burada da həmçinin bu qayda gözlənilibdir. 90 ədədinin sadə vuruqlara ayrılışı aşağıdakılardan hansıdır? Burada A olmaz. Niyə? Mürəkkəb var 15. 6 mürəkkəbdir. Burada 18 mürəkkəbdir. Amma B variantı olar. Deyir, sadə vuruqlara ayrılması şəkli aşağıdakı bəndlərin hansında yanlış verilibdir? Yanlış verilən deməli
Burada hamısı sadədir. 7 vur 5 80. 8 vur 5 40 eləyir C variantı. Bu yanlışdır. Aha. B variantı 60 düzdür, D variantı düzdür. 3 getdi, keçdik 4-cü suala. 60-ın müxtəlif sadə vurğuların sayını tapın. 60-ı sadə vurğulara ayırırıq. 30 2-yə 15, 3-ə 5, 5-ə 1. Müxtəlif deyirsə hər vuruqdan bir dənə 2, bir dənə 3, bir dənə 5. Sayını tap deyir 3 dənə. B variantı. 5-ci sualda deyir sadə vuruqların sayını tap ümumi. 72-ci sadə vuruqlara ayırıram. 36 2-yə 18 2-yə 9 3-ə 3 3-ə 1. Deməli 1 2 3 4 5 ümumi sayını soruşursa 5 dənə. Yenə müxtəlif deyirsə 420-ni sadə vurğulara ayırırıq. Deməli bu 6-cı sualdır. 420-ni sadə vurğulara ayırırıq. 2-yə 210, 2-yə 105, 3-ə 35, 5-ə 7, 7-yə 1. Müxtəlif deyir, hərəsindən bir dənə. Olacaq 4 cavab. Natural bölənlərinin sayını tap. Natural bölənlərin sayını deyirsə, sadə vuruq 2-dir, sayı 1-dir. Deməli, 2-nin üstü 1, vuraq. Sadə vuruq 3-dür, sayı 2-dir. Və sayını 2 verir. 3 üstü 2, vuraq. Sadə vuruq 5-dir, sayı 1-dir. 5 üstü 1. Sayı həmişə üstündə yazılır. Natural bölənlərin sayını tapmaq üçün dedik ki, bayaq qüvvətlərini bir vahid artırıb vuraşsan. 1 üstəgəl 1, 2 üstəgəl 1, 1 üstəgəl 1. 2, 3, 2. 12. Cavab olur 12. 8-ci sual. Deməli 42-nin natural bölənlərin sayını tap. 42-ni öncə sadə vurğulara ayırırıq. 42-yə 21, 3-ə 7, 7-yə 1 və yazıram 42 bərabərdir 2 üstü 1, 3 üstü 1, 7 üstü 1 sayı üzərində yazılır. Və bu qüvvətlərin hər birini bir vahid artırıb vururuq. 1 üstəgəl 1 vuraq, 1 üstəgəl 1 vuraq, 1 üstəgəl 1 bərabərdir. Deməli 2 vur 2 vur 2 8 cavab olur. 8 dənə natural böləni. Keçdik 9-cu suala. 111-in kvadratı. Deyir bunun natural bölənlərin sayını tap. Öncə mən bu kvadratı belə yazıram. 111 vuraq 111. Bilirsiniz 111'i 111'ə vurub sonra sadə vurğulara ayırmaq bizə sərf eləmir. Nə edirik? Elə 111 vur 111 göstərirəm. 111 3'ə bölünür. 3 vuraq 37 deməkdir. Bu birisi 111, bu da 3 vuraq 37 deməkdir. Və 37 sadə ədəd olduğuna görə 3-dən 2 dənədir, 37-dən də 2 dənədir. İndi natural bölən sayını tapanda qüvvətləri bir vahid artırıb vururam bir-birinə. 2 plus 1 vuraq 2 plus 1. Bu da eləyir 3 vur 3. Cavab 9 dənə. Və 10-cu sual. 10-cu sual. 24 ədədinin bölənlərindən neçəsi sadə ədəd deyil? 24. 24'ü bunu uşaqlar iki forma da yazmaq olar. Bir sadə yolunu göstərim. Kiçik ədəd olduğuna görə siz həmən 24'ün bölənlərini göstərə bilərsiniz. 24 nəyə bölünür? 1'ə, 2'ə, 3'ə, 4'ə, sonra 6'ya, 12'yə və 24'ə. Deyir, neçəsi sadə ədəd deyil. Sadələri seçirəm. 2, 3, bunlar getdi. Neçə dənə qaldı? 1, 2, 3, 4, 5 dənə. Cavab 5 dənədir. Amma uşaqlar bunu
Məsələn, deyək ki, böyük bir ədəd verilsə nə edərəm? Həmən 24'ü sadə vurğulara ayıraram. 2'yə bölünür 12, 2'yə bölünür 6, 2'yə bölünür 3, 3'ə bölünür 1. Bunun indi baxın. 24'ü yazıram necə? 2 üstü 3. Vuraq 3 üstü 1. Natural bölən sayını tapıram. Natural bölən sayını. Necə tapırdıq? Qüvvətləri bir vahid artırıb vururduq. 3 plus 1, 1 plus 1. Bu da 4 vuraq 2, bu da 8. Elədimi? İndi bu 8 dənədən neçəsi sadədir? Müxtəlif olan qədər. Sadə ədəd deyil. Mən bayaq elə bil səhv eləmişəm. Bircə dəqiqə. Hə, səhvim nədir? Burada 8'ə bölməni eləməmişəm. 8'i götürməmişəm. Ona görə cavab 5 yox, 6 gedir. Hə, bu heç. İndi 8'dən də burada neçə dənə sadəsi var? Bax, sadə 2 dənə. Bu 2'nin çıxanda cavab 6. Doğru cavab 6'dır. Hə, mən yuxarıda 8 bölənini yazmamışam, unutmuşam. Və həmişə siz də belə mənim kimi bəzən tələsirsiniz, bəzən həyəcan, unudarsınız. Ona görə bunu qaydasında yaza bilmək üçün bu üsulu tətbiq eləsəz daha səmərəlidir. Keçdik. Deməli, ən böyük ortaq bölən, bunu izah eləyək. Birinci, əbobu tap deyir 98'dən 210'u. Nə edirik? Deməli, biz 98'i vurğulara ayırırıq. 2, 49, 7, 7, 1. O 7, 1. 210'u da ayırırıq. 2'yə bölünür 105, 3'ə bölünür 35, 5'ə bölünür 7, 7'yə bölünür 1. İndi baxın, bunların ortaqları seçilir. Bir dənə 2, bir dənə də 7. Və bunları da vururuq. 2 vuraq 7, bu da elədi 14. Doğru cavab olur 14. Yenə eyni qaydada 48 ilə 50'nin əbobu. 48'i ayırırsan, bir də 50'ni ayırırsan. Mən tez olsun deyə ayırıram. Və belə. Yəni, istəsəz siz də ayıra bilərsiniz. Və ortaqları seçirəm. Ortaq yalnız bizə dənə 2'dir. Ona görə həm də yadda saxlaya bilərsiniz ki, ardıcıl cüt ədədlərin əbobu həmişə 2'yə bərabərdir. Məsələn, yazıb ora əbob, məsələn, 106, 108 ardıcıl cütdür, düzdür. Heç düşünmədən əboba 2 yaza bilərsiniz. Yenə burada 3-cü sual əbobdur. Eyni qaydada hesablayırsınız. Burada 3 ədəd veribdir. 4'ün yaxşı qoy 3'ü də yazaq, arada qalmasın. Sonra bizdən küsər. 420'ni də ayırırıq. 126 2'yə 63, 3'ə 21, 3'ə 7, 7'yə 1. 422'yə 210, 2'yə 105, 3'ə 35, 5'ə 7, 7'yə 1. Və nə edirik? Ortaqları seçib vuracağıq bir-birinə. 2, sonra bir dənə 3, bir dənə də 7. Deməli 2 vur, 3 vur, 7. Ortaqları götürüb, amma ədədin birindən vuracağıq. Yəni hər ikisindən olmaz. Cavab olur 42. Aha, budur. 4-cü sual. 4. Şöyle, deməli 3 ədəd olanda da yəni qorxmaq lazım deyil. Eyni qaydada sadə vurğulara ayırırıq. 2'yə 160, 2'yə 80, 2'yə 40, 2'yə 20, 2'yə 10, 2'yə 5, 5'ə 1. Bu belə. Növbətdə də 240'dır. 240'ı ayırıram. 2'yə 120, 2'yə 60, 2'yə 30, 2'yə 15, 3'ə 5, 5'ə 1. Və növbətdə də 160'dır. 2'yə 80, 2'yə 40, 2'yə 20, 2'yə 10, 2'yə 5, 5'ə 1.
Və mən nə edirəm? Ortaq, hər üçündə ortaq olanı seçirəm. Baxın, hər üçündə bir dənə 2 var, götürdüm. Hər üçündə bir dənə də 2 var, götürdüm. Hər üçündə bir dənə də 2 var, götürdüm. Yenə üçündə də bir dənə 2 var, bunu da götürdüm. İndi baxın, məsələn, bax bu 2 ikisində var, amma üçüncüdə yoxdur deyə onu götürmürəm. Hər üçündə varsa götürürəm, bir dənə 5 var. Deməli, yekun cavab ədədin birindən bunları götürəcəyik və vuracağıq. 2, 2, 2, 2, 5. Bu da eləyəcək neçə? 80. Deməli, bunlar nə bu? Bu 80'dir. Eyni zamanda 5'i də yazırsınız bu qaydada. 6'nı da yazırsınız, 7'ni də yazırsınız. Gəlin, mən 8'i sizə izah edeyim. Qəşəng maraqlı sualdır. 8. Əbob 6n plus 6. Baxın, burada biz belə bir düstur bilirik. Bu düsturu mən yuxarıdan yazıram. Düstur belədir. Əbob AB, əbob A vuraq n, B vuraq n bərabər. Hər ikisində eyni olan vurğu əvvələ çıxardıram. N vuraq əbob AB bu şəkildə. İndi nə edirik? 8'ə baxın. Deməli 6n'i mən 6 vur n kimi göstərirəm. Burada isə 6n plus 6'nı. Buradan 6'nı ortaq vuruq çıxardıram. N plus 1 qalır yerində. Onda yerinə yazıram. Əbob 6 vuraq n, bir də 6 vuraq n plus 1. İndi baxın, buradan nə ortaq çıxacaq? 6. 6 gəlir qarşıya. Qalır nə? Əbob. Bax, 6'nı çıxartdıq. Yerində nə qalacaq? N, bir də n plus 1. N ilə n plus 1 ardıcıl natural ədəd olduğuna görə qarşılıqlı sadədir. Onların əbobu 1'ə bərabərdir. Yəni 6 vuraq 1 cavab yekun 6 eləyir. Əgər sualı başa düşmədinizsə, bir də təkrar baxın. A və B ədədləri qarşılıqlı sadə olarsa, onların əbobu 1'ə bərabərdir. Ölçüləri 54 və 72 olan düzbucaqlı şəklində tarlanın ətrafına və künclərinə bir-birindən eyni məsafədə ağaclar əkilməlidir. Bunun üçün ən az neçə ağac lazımdır? Uşaqlar, deməli ölçüləri 54 və 72'dirsə, baxın, bura 54'dür, bura 72'dir, 54'dür, 72'dir. Bunu mən perimetrini tapmaq istəyirəmsə, perimetrini. Baxın, 54'ün üstə 72 gəlib 2'yə vuraram. Bu da 126, onu da 2'yə vuranda 252 eləyir perimetr. Bu mənə lazım olacaq. İndi baxın, deyir bir-birindən eyni məsafədə. Yəni mən elə bir qiymət seçməliyəm ki, həm 54 həmin qiymətə bölünsün, həm də 72. Deməli, alacağım qiymət bunların ortaq bölənidir. Böləni. İndi mənə deyir ki, ən az neçə ağac? Ağacın sayını ən az almaq üçün aralarındakı məsafəni ən çox götürməliyəm. Ən çox götürmək üçün, yəni ortaq bölənin ən böyüyünü, onda olur nə? Ən böyük ortaq bölən, yəni əbob. 54 və 72'ni tapmalıyıq biz. 54'ü ayırıram. 2, 27, 3, 9, 3, 3, 3, 1. Və 72'ni ayırıram. 2, 36, 2, 18, 2, 9, 3, 3, 3, 1. Bunların ortaqları nə olur? Deməli, bir dənə 2, bir dənə 3 və bir dənə də 3.
2 vur 3 vur 3 elədi 18. Deməli hər 18 metrdən bir ağac əkmək lazımdır. Onda mən bunun perimetrini, yəni 252-ni bölürəm 18-ə. 252-ni 18-ə böləndə 25-də 18 bir dəfə, burada qalır 7, 72-də də 4 dəfə. 14 ağac əkmək olar ən azı. Ən azı 14 ağac əkmək olar. İndi sizə bir dənə məqam da diqqətinizə çatdırım. Əgər mən 252 metr qapalı olmayan sahəyə ağac əkirəmsə, bu zaman 252-ni 18-ə bölüb üzərinə 1 gələrdim. Ağacın sayını 1 artıq götürürük. Niyə? Çünki birinci aranı 18-i qurmaq üçün mənə 2 ağac lazımdır. Sonra isə hər dəfə 1 ağac kifayət eləyir ki, biz bunu tamamlayaq. Bu belə deyək də, yəni açıq sahəyə əkilmə. Bu isə qapalıdır. Görürsüz, bizim dövriyyəmiz qapalıdır. Qapalı olanda sadəcə bölmək lazımdır. Belə, növbəti izahın davamı ikinci hissədə olacaq. Sağ olun, hələlik.